xoş gördük. Yenidən sizin həmişə olduğu kimi mənəm həkim psixoterapevt, yalan və bədən dili üzrə ekspert Elnay Rəhimov Tambovski. Bugünkü mövzumuz çox maraqlıdır. Heç kimin danışmadığı məsələlərə danışacağım. Narsist kişilər haqqında. Üstəlik, yenə xatırladıram ki, narsist qadınlar da olur. Sadəcə faiz etibarilə kişilər çoxluq təşkil elədiyinə görə və kişilərin qadınlar üzərində olan zorakılıqları çox olduğuna görə əsasən kişiləri götürürük. Bugünkü mövzumuzda söhbət açacağım ki, narsist kişi münasibətdə olduğu qadın, sevgili və yaxud da evlilik, birlikdə yaşadığı fərqi yoxdur. Necə olur ki, pis vərdişlərə alışdırır? Bu, psixotrop dərmanların necə gəldi qəbulu ola bilər, bu içki ola bilər, bu narkotik maddə ola bilər, amma ən çox rast gəlinəni, ən daha elə bir ki, əksər hallarda içkidir. Biz hamımız bilirik ki, narsistlə münasibət insanı isterik, nevrotik vəziyyətə salır. Yəni, insan özündən çıxır. Yəni, qadın əgər bir narsist kişi ilə münasibətdədirsə və münasibət toksik idisə, avtomatik olaraq o dərəcədə qəzəblənir ki, dava qırğın, söz-söhbət, əşyaları sındırmaq, evdən qaçıb getmələr, dəfələrlə yenidən qayıtmalar, yəni bir sözlə isterik hallar müşahidə olunur. Belə hallarda narsist kişi çox bic tərpənir. Deyək ki, mən içkinin adını çəkdim də əsasən. Özü qadınına içki təklif edir. Çaxır ola bilər, araq ola bilər. Deyək ki, çox gərginsən, əsəbisən, iç və rahatla. Bir müddətdən sonra, yəni bu bir dəfə nə olar prinsipindən sonra da, yəni bir dəfə içsən nə olar ki, daha sonra bu vərdiş halına gəlir. Artıq qadın hər dəfə isterik vəziyyətə düşəndə götürür, içir, rahatlayır. Deməli, dava, qırğın, isterika, rahatlama. Dava, qırğın, isterika və rahatlama, bu sikl təkrarlanır. Sonra bir moment gəlir ki, orada artıq heç narsistin nəsə təklif eləməyinə ümumiyyətlə ehtiyac yoxdur. Artıq dava qırğın olmadan da qadın bir balaca həyəcan keçirən kimi, bir balaca əsəbləri korlanan kimi və yaxud o narsist kişi ilə bağlı hər hansı bir pis xəbər eşidən kimi içməyə başlayır. Və izolyasiya başlayır. Dostlarından, tanışlarından, dəyərlərindən, hobbilərindən, məsuliyyətlərindən uzaqlaşmağa başlayır. Tamamilə degradasiya olunur. Və bu da narsist kişinin işinə yarayır. İki halda işinə yarayır. Birincisi, artıq ondan asılı vəziyyətdədir, heç yerə gedə bilməz. İkincisi, içki içdiyinə görə də əlavə olaraq öz qadınını danlayır ki, gör nə gündəsən sən, mən təklif eləyirdim, sənin ağlın nədir sən? Mən bir damcı demişdim, amma sən alkoqol bağımlısı deyə asılılığı halına gəlmirsən. Yəni, sən alkoqoliksən. Yəni, sən şərəfsizsən, sən, necə deyirlər, vicdansızsan, övladın ola içirsən. Yəni, hər tərəfli narsist kişinin əlinə qadınını dəyərdən salmaq üçün, onu idarə eləmək üçün bir bəhanə keçir. Ona görə bu məsələlərdə ehtiyatlı olmaq lazımdır. Yəni, sizə davamlı olaraq həyat yoldaşınız içki təklif eləyirmi? Və yaxud da hər hansı bir maddə təklif edirmi, buna fikir vermək lazımdır. Və təsis etdiyim The Dark NLP Akademi, onun komandası mən başda olmaqla, narsistlər, psixopatlar, duyğusal olaraq qeyri-stabil insanlar, paranoidlər kimi təhlükəli insanlarla necə başa çıxmağı, onlara qarşı qaçış planını hazırlamağı, onları manipulə eləməyi, yönləndirməyi öyrədir və real işlək metodikalar verir. Hansı ki, Respublikada heç bir yerdə sizə bu adamlarla konkret olaraq necə başa çıxacaqlar, onu öyrətmirlər. Diqqətinizə görə minnətdaram. Sağ olun.